Ərəstun bəy zəng edibdi, icazə verin Ərəstun bəyə qoşaq efirə. Hər vaxtınız xeyir, hər kəs salamlayıram və efirdə gözləyən dostlardan üzr istəyirəm. İcazənizlə bir 5 dəqiqə bəzi məsələlərə münasibət bildirim. Birincisi, məsələnin beynəlxalq hüquq aspekti. Deməli, 1965-68-ci illərdə nüvə silahının yayılmamasına dair beynəlxalq saziş hazırlanıb, imzalanıb və 70-ci ildən o qüvvəyə, 1970-ci ildə. Bu günə dək həmin sazişi imzalamayan cəmi 4 ölkə mövcuddur. Onlardan biri İsraildir, digəri Pakistan, üçüncüsü Hindistan, dördüncüsü isə yeni yaranmış Cənubi Sudan ölkəsidir. Sudandan parçalanan Xristiyan ölkəsi. Yəni, bunu mən məlumat için dedim. İran onu imzalayırdı. İkincisi, İran atom bombası düzəldir. Söhbətinin istəyirəm tarixinə diqqət edirək. Mən bugün öz kanalında çıxışımda demişəm bunu. Bu söhbət ilk dəfə İsrailin baş naziri, elə həm də bugünkü baş naziri Benjamin Netanyahu tərəfindən gündəmə gətirilib və ilk dəfə Netanyahu 1900, xahiş edirəm, tarixlərə diqqət yetirin əzizləyicilər, hər hamınızı da salamlayıram. 1993-cü ildə Netanyahu deyib ki, İran atom bombası düzəldir və 3 aya hazır olacaq. 32 il keçdi. Və 32 ildir Netanyahu bu yalanı istismar edir və bütün dünya da bunu həzm edir. Niyə yalandır? İndi yalan olduğunu nə ilə izah edir? İranın nüvə proqramı var mı? Bəli, var. O silah proqramıdır mı? Bunu hələ heç kim sübut edəmir. Çünki həmin nüvə silahının yayılmamasına dair sazişə qoşulan İran 2015-ci ildə ABŞ prezidenti Barack Obama təşəbbüsü ilə və İran plus 6 ölkənin, yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan nüvə dövlətlərinin və plus Almaniyanın, İranın iştirakı ilə beynəlxalq saziş imzaladı və həmin sazişdən sonra İranın ali dini rəhbəri Ayətullah Xamneyinin fətvası oldu. İranda nüvə silahının istehsal edilməməsinə dair, qadağan edilməsinə dair. Və İranla qərb ölkələri arasında bir açılım başladı. 2018-ci ildə Donald Trump bu sazişdən bir tərəfli qaydada çıxdı. Bundan sonra İran bəyan elədi ki, o da çıxır və Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərini hansının ki, İranın bütün nüvə obyektlərinə nəzarət, monitoring imkanı yaradılmışdı həmin saziş əsasında. Onlar saf ölkələr. Həmin 18-ci ildən bu günədən 7 il keçirdi. Və Netanyahu 7 ildə həmin yalanı bütün dünyaya yetişdirməklə məşğul. Və ən dəhşətlisi odur ki, bütün dünya bunun qarşısında susur. Nədir bu sir? Niyə Netanyahu'nun, onun ölkəsini yalanları qarşısında dünya susur? Mən əsla İrana vəkillik plan eləmirəm. İran haqqında da deyəcəm fikrimi. Məsələ burasındadır ki, baxın, Netanyahu Qəzzada insanlara qarşı cinayət törədir. Bu faktlardır. Beynəlxalq Cinayət Məhkəməsinin onun haqqında və Yoav Galantın, Müdafiə Nazirinin, həmçinin Həmasın 2 lideri, artıq onlar yoxdur həyatda, Məhəmməd Dayifin və Deyifin istəyirəm və Yahya Sinvarın həbsinə qərar verdi. Netanyahu'nun reaksiyası nə oldu? Dedi, bu antisemitizmdir. Netanyahu ABŞ Kongresində çıxış etməyə gələndə etirazçılar Kongresin qarşısında çıxış elədi. Ona qarşı və Netanyahu Kongresdə çıxışında nə dedi? Netanyahu'nu Avropa ölkələri tənqid elədi Qəzzəyə görə. Netanyahu nə cavab verdi? Dedi, bu antisemitizmdir. Baxın, İsrailin ən böyük silahı İsrail rejimini
ən böyük silahı atom silahı deyil. F-35 təyyarələri deyil. Məhz həmin saxta antisemitizm iddihamıdır ki, onunla bütün dünyanı təhdid edir. Və siyasətçilər də bundan qorxurlar. Açığın deyil. Amma bu gün o vəziyyət dəyişibdir. Yaxşı, İran 6 günə dedilər ki, 9 güya nüvə başlığı əldə edəcəkdir. İran bunu təklif edir. İran bunu təklif edir və gedir danışıqlara. Sual olunur ki, İran həqiqətən də nüvə silahı istehsal eləmirsə, şəxsən mən şübhə edirəm ki, eləmir. Mən inanıram ki, edir. Bunun səbəbləri nədir? Mən artıq ondan işim yoxdur, amma farklı deyirəm. Çünki orada o uranın zənginləşdirilməsi faydaları var, çox altında almaq istəmirəm. Amma hətta bu da əsas vermir ki, bir ölkə başqasına müharibə elan etmədən müharibə elan etmək üçünsə müvafiq beynəlxalq qanunvericilik mövcuddur. Onun ərazisinə hücum eləsin, onu bombalasın, onun rəsmilərini öldürsün, onun generallarını öldürsün və nəhayət onun alimlərini öldürsün. İndi mən sual verirəm bizim bütün izləyicilərə. Həmin məntiqlə başqa bir ölkədə İsrailin rəhbərlərini öldürə bilərmi? Həmin məntiqlə o da onu edə bilər. Niyə də yox? Sənə nəsə bir müstəsna hüquq mu verilir? Verilmir bənlər. Heç bir dövlətə verilmir. Bugün baş verən səbəbi beynəlxalq hüququn onsuz da onun elə bir gücü yox idi. Elə ciddi təsiri yox idi. Beynəlxalq hüquq yalnız zəif ölkələrə qarşı bir alət idi. Təzyiq təsir aləti idi. Artıq onun iflasını görürük. Və bu da nədən başladı? Rusiyanın Ukrayna hücumunda. Rusiya Ukraynaya qarşı geniş miqyaslı müharibə var. Amma deyir ki, bu xüsusi hərbi əməliyyatdır və müharibə deyən Rusiya vətəndaşlarını da ordunun diskreditasiya adına mühakimə edirlər. 10-15 il həbs atırlar. Amma proses tək buradan başlamadı. Proses oradan başladı ki, ABŞ dövlət katibi vaxtı ilə əlində bir probirka çıxıb BMT-də bütün dünya yalan sözdür ki, İraqda kütləvi qırğın silahı var. Kimyəvi silahdır. Və sonradan da onun özü ölümündən əvvəl üzr istədi, etiraf elədi ki, yalan danışırdı. Buna deyən olmadı ki, ay yaranma, sənin yalanın milyon yarım insanın həyatı bahasına başa gəldi. Bütün bir regionu destabilizasiya elədi. Ona görə bugün, əgər müharibə elan olunmuyubsa, İsrail buna nə bilim, şir əməliyyatı adı verə bilər, pələng əməliyyatı adı verə bilər. Amma onun hərəkətinin mahiyyəti terrorçuluğun başqa adı yoxdur. Müharibə elan eləmədən sən başqa ölkənin rəhbərlərini, hərbiçilərini, alimlərini qətlə yetirirsən də bu terror aktıdır. Bunun başqa adı yoxdur. Ola da bilməz. Mən sırf beynəlxalq hüquq çərçivəsindən deyirəm bunu. Və son olaraq bir məqamda demək istəyirəm. Eyni yolu da yanlış olaraq İran tutmuşdu. İran ne edirdi? İsrailin ətrafında proksilər yaradırdı. Həması dəstəkləyirdi, Hezbollahı dəstəkləyirdi. Gəlib böyük bir hərbi infrastruktur yaratmışdı Suriyada və onların vasitəsilə İsrailə təsir edirdi. Yəni burada iki oğlan dalaşdı. Bunun biri yaxşı oğlandır, biri pis oğlan söhbəti yoxdur. Bu iki dövlət bir-birinə qarşı düşmənçilik etməklə bütün xarici siyasət strategiyasını bunun üzərində qururlar. İranın bugünkü rejiminin xarici siyasətində əsas prioritetlərdən biri anti-İsrail fərqi olurdur. İsrailin isə əsas prioriteti İran təhdidindən və onun proksilərini yaratdığı təhlükədən qorunmaq olurdur. Yəni bunlar faktiki olaraq 30 il ərzində, 40 il ərzində bir-birinə xidmət edirlər. Biz bunu anlamalıyıq, bunu qəbul etməliyik. Qaldı Cənubi Azərbaycanın dəxli yoxdur. İstər hərbi infrastrukturun, istər mülki infrastrukturun İsrail tərəfindən ateşə tutulması biz Azərbaycanlı olaraq, Azərbaycan Türk olaraq bunu qətiyyətlə pisləməliyik. Bu bir mənalı şəkildə bizim millətə qarşı təcavüz aktıdır, bu belə adlandırılmalıdır
Azərbaycan rəsmi hakimiyyəti buna tutdu. Təbii tutacaqdır məlum səbəblərdən. Amma bu demək deyil ki, biz cəmiyyət olaraq, xalq olaraq bizə sırrınan, elə Azərbaycan informasiya resurslarından bizə sırrınan yalanları qəbul etməliyik. Sonuncu məlumatı da deyib yekunlaşdırıram. 2 gün əvvəl mən öz YouTube kanalımda çıxış elədim. Həmin çıxışa üst-üstə 70 minə qədər insan baxırdı. Qurban bəy siz də paylaşmışsınız, təşəkkür edirəm başqa kanallarda. Və bu gün ikinci çıxış elədim, onu da paylaşmışsınız, çox sağ olun. Mən orada bir təhlükə dedim. Heç kim özünü aldatmasın ki, İranda rejim çökəndə, gəlin Azərbaycanlılar ya bir, heç olmasa bir muxtariyyət əldə edəcəklər. Xeyr, Azərbaycanlılar Kürt silahlı dəstələrinin dişinə də silahlandırılmış Kürt terrorçularının təcavüzünə məruz qalacaqlar. Və artıq bugün Kürdistan Azadlıq Partiyası bəyan elədi ki, o tam silahları tam döyüşə hazırdır, İrana qarşı savaşa qoşulmağa hazırdır. Gəlin 2-3 saat bundan əvvəl bu bəyanat verildi. Mən bunu 2 gün əvvəl demişdim. Özümüzü aldatmamalıyıq. İsrail bizə qardaş dövlətdir. Bizə orada Cənubi Azərbaycan Respublikası quracaqdır. İsrailin bütün o bölgədəki müttəfiqi Kürt separatçıları, Kürt terrorçuları. O da müttəfiq deyil, Ərəstun özü istəyir. Ondan da istifadə edib, sonra onun da axına çıxacaqdır. Kürdləri də fəlakətə sürükləyəcək. Bəli, çox təəssüf ki, Kürt xalqının da daim ölə çıxanları o tip terrorçular olub və tarix onlardan istifadə edib, sonra da xalqı məhv etdilər. Bu həmişə belə oldu. Ona görə bizim bu məsələdə qəti mövqeyimiz olmalıdır. Cənubi İran ərazisinə və Cənubi Azərbaycan ərazisinə istənilən şəkildə təcavüz bizim xalqa qarşı təcavüzdür. 2. İran rejimi yanlışlarını qəbul edib öz siyasətinə korrektlər etməli. Qaldı ki, İran rejim dəyişikliyindən sonra boş dönməklərdir. Rüstəm bəyə təşəkkür edirəm, çox güzel misal gətirdi. O 15 il çəkdi Əsəd rejiminin qovulması. Neçə ölkələr onun ərazisinə qoşun yeritmişdi, nə qədər silahlı dəstələr var idi, sayısız hesabsız. Yəni İran 5 günə çökəcək, 10 günə çökəcək. Mən bir faktı xatırlayacağım sizə. Yanınıza gəlir yəqin ki, Məhsi Əmini söhbəti. O qız ki, Əhvad polisi tərəfindən öldürülmüşdü. İranda baş verən o xalq yüksəlişi, üsyanı. Azərbaycanda bəzi siyasətbazlar artıq Cənubi Azərbaycanı azad eləməyə hazırlaşırlar. Halbuki biz hamımız çox yaxşı bilirik, bu adamlar haralara bağlıdırlar. Cənubi Azərbaycanda bizdəkindən 10 qat artıq, üzr istəyirəm 10 qat deyirəm, 3 qat artıq, biz 10 milyonu, onlar 30 milyon. Bizim soydaşımız yaşayır. Onlar son 100 il ərzində 3 dəfə inqilab edirlər. Onların bizim ağıllı məsləhətimizə ehtiyacı yoxdur. Bacararsa biz İran parçalanacağı halda, əlbəttə yerə deyirəm, mən bunları skeptik yanaşıram. Biz öz xalqımızı, öz torpaqlarımızda müxtəlif Kürdistan, kommunist, sağçı, solçu, İslamçı töküntülərdən, terrorçulardan qorunmalıyıq. Bunun üçün də Azərbaycanda müvafiq bir qanun qəbul olunmalıdır. Mən təxminən onun adına belə deyərəm. Millətin müdafiəsi. Təşəkkür edirəm. Çox sağ ol, minnətdaram. Ərəstun bəy, çox dəyərli fikirlərinizə görə. Amma istəyirəm, dostlar hamı bilsin ki, rejimdən əgər söhbət gedirsə, Ərəstun bəy də yəqin var öz fikrini deyər, bu rejim dəyişəcəksə tam arxayın olun. İsrail bundan yaxşısını sizə verməyəcək. Onlar öz məqsədləri sumul eləyirlər. Heç bir ölkə, mən bunu elə öz ölkəmizlə, yəni Azərbaycan Respublikasına bağlı dəfələrlə demişəm. Heç bir ölkə başqa bir ölkəyə xoşbəxtlik qurmur. Öz xoşbəxtliyini, öz gələcəyini qurmaq hər bir xalqın öz işidir. Vəssalam. Eşq olsun, Ərəstun bəy, sağ olun. Təşəkkürlər. İsrailin gözü əzən vətənlər Azərbaycanın sərvətlərindədir və bu gün Azərbaycan hakimiyyətini qoruyan İsraildir. İləməli vakit qoruyan İsraildir. Xalqa bu zülümlərin verilməsinin baiskarı İsraildir, onu biləsiniz. Və neçə illə gəb oturub Azərbaycanda, onlar idarə edirlər Azərbaycanı.
onların təlimatı ilə, onların məsləhəti ilə Azərbaycan bu günə düşüb. Çünki təcrübələri var. 7-10-cu əsrdə Xəzər xaqanatdığını hansı metodlarla yıxmışdılarsa, indi o metodlarla qadın, əxlaqsızlıq, rüşvət, korrupsiya yolu ilə Azərbaycanı da əl keçiriblər. Ali Bədəlov, xoş gördük, buyurun.